Yekaterinburqda yerləşən Sverdlovsk vilayət məhkəməsi Ural bölgəsindəki Azərbaycan diasporunun keçmiş rəhbəri Şahin Şıxlinskinin həbsdə qalması barədə qərar qüvvədə saxlayıb. Məhkəmə qapalı iclasda iş materiallarını araşdıraraq apellyasiya şikayətini təmin etmək üçün əsas görməyib. Nəticədə Şıxlinski dekabrın 30-na dək həbsdə qalacaq. Ötən gecə Sabirabadda toy mərasimində bıçaqlanan şəxs xəstəxanada dünyasını dəyişib. Hadisə rayonun Qaragüney kəndində qeydə alınıb. Belə ki, 1987-ci il təvəllüdlü kənd sakini Telxas Telmanoğlu İsrafilov toy mərasimində bıçaq xəsarətləri alıb. O, xəstəxanaya çatdırılsa da əməliyyat zamanı vəfat edib. Hadisəni törətməkdə şübhəli bilinən İsrafilovun tanışı 1984-cü il təvəllüdlü Qaragüney kənd sakini Xəqani Muradov polis tərəfindən saxlanılıb. Bildirilib ki, hadisə sərxoş halda olan şəxslərin mübahisəsi səbəbindən baş verib. Faktla bağlı araşdırma aparılır.